Tahir Baba öz məsləhətləri, cəmiyyətə xidmətləri ilə həm kəndimizdə, həm də ölkədə tanınır. Tahir Babada ibrət götürüləsi xüsusiyyətlər çoxdur. Onun xeyriyyətçi əməlləri, cəmiyyətin və kəndimizin inkişafı yoluna gördüyü işlər, gələcək nəsillərin inkişafı üçün təşkil etdiyi musiqi, idman, hazırlıq kursunu, xüsusilə də qızlarımızın ali təhsil almasını dəstəkləmək üçün yaratdığı qızlar yurdu ibrət götürüləsi əməllərdir. Belə insanlar çox azdır. Buna səbəb kimi ənənələrin zəifləməsini, fərdi maraqların insanlar üçün daha vacib olmasını göstərə bilərik. Cəmiyyətimizdə imkanlı iş adamları çoxdur. Təəssüf ki, onların hər biri xeyriyyəçilik işi ilə məşğul olmur. Bu insanlardan savayı elə şəxsiyyətlər var ki, öz xalqı, milləti üçün əlindən gələni əsirgəmir. Belə insanlardan biri də Tahir babamızdır. Mənim fikrimcə babanın bu işi etməsi onun qəlbinin genişliyini və insanlara olan sevgisini göstərir. O bəlkə də başqalarının edə bilmədiyini öz üzərinə götürərək cəmiyyətdə əhəmiyyətli bir nümunə yaratmağa çalışır. Mən Quliyeva Mələk Bakı Qızlar Universitetinin Xarici İxtisasının birinci kurs tələbəsiyəm. Bugün burada danışmaq mənim üçün qürur verici bir hissdir. Həmçinin burada danışmağın əsas səbəbkarı isə Tahir Hacıyevdir. Tahir Baba bizim kimi qızlar üçün təhlükəsiz və pulsuz bir təhsilimiz olması üçün Sultanlı Qızlar Yurdunu təşkil etmişdir. Tahir Baba bizim himayədarımız, əzizimizdir. Tahir Baba kimi insanlar nadir olsa da cəmiyyətin əsl dəyərli sərvətləridir. Onlar mərhəmətləri, bilikləri və ətrafa yaydıqları müsbət enerji ilə fərqlənir. İnsanlara yaxşılığa ilham verir. Az olmalarının səbəbi zamanın dəyişən dəyərləri ola bilər. Amma onların nümunəsi dəyərlərimizi qorumağın və yaymağın vacibliyini göstərir. Belə bir insanla qarşılaşmaq böyük bir şansdır və onların həyatımıza təsiri əvəzsizdir. Xeyriyyətçi olmaq üçün kişi, qadın və ya xüsusi imkanlara sahib olmaq mühüm deyil. Əsas olan paylaşma istəyimizin olmasıdır. Xeyriyyətçilik yalnız maddi deyil, həm də mənəvi, sevgi və anlayış ruhunda olmalıdır. Tahir Baba kimi biz də bu yolda addımlasaq, daha gözəl və ədalətli cəmiyyət qura bilərik. Unutmayaq ki, hər birimizin kiçik bir dəstəyi böyük dəyişikliklərə səbəb ola bilər. Tahir Baba başımızın tacıdır ifadəsi, Tahir Babanın öz əməlləri, insanlara göstərdiyi yardım və şəfqətinə görə cəmiyyətdəki böyük hörmətini və əhəmiyyətini vurğulayan bir ifadədir. Bu cür hörmət və sevgi, onun insanlara qarşı olan fədakarlığı, xeyirxah fəaliyyəti və cəmiyyətə verdiyi dəyərdən irəli gəlir. Tahir Baba ehtiyacı olanlara yardım etmək, tələbələrə şərait yaratmaq və onların həyatını yaxşılaşdırmaqla mühüm rol oynayır.
son məhəbbət. Onu yazanda mən də sizin kimi cavan idim, bilməmişəm, yazmışam, söyləmişəm. Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan, məhəbbət. Sən mənim başıma nələr gətirdin, ay ilk məhəbbəti, son məhəbbəti. O parlaq sevgimdən çox utanıbdan, ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan elə bir dəfə də sevə bilərmiş. Mənəm milyard naxış səpmişəm göyə. De, varmı hesabı naxışlarımın kipriklər? Özgüyə baxmayım deyə çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi. Sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm. Qoy Meksir allasın telini sənin. Gedib, sən niyə bükürsən? Gedib, 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini sənin. Sən bir soyuq ulduz, mən gözlərin nəm, evi yox. Mənim üçün həmişə varsan, sıxma ürəyimi. Ürək, cəhənnəm. Axı sən oradasan, sən sıxılarsan. 22 yaş. Bravo. Tahir Baba insanlara xeyirxahlığı, yardımsevərliyi və ürəyinin genişliyi ilə tanınan bir insandır. O həyatını başqalarına dəstək olmaq, çətin anlarında onlara kömək etmək və cəmiyyətə fayda gətirmək üçün sərf edib. Onun şəxsiyyəti həm sadəliyi, həm də mənəvi zənginliyi ilə insanları özünə cəlb edir. Tahir Baba hər zaman dürüstlük, mərhəmət və hikmət nümunəsi kimi yad edilir. Tahir Baba bizə öz babamız qədər əzizdir. Çünki onun şəfqəti, dəstəyi, bizə dayaq olması həyatımızda çox böyük rol oynar. Tahir Baba hər zaman hörmət və sevgi ilə yanaşdığımız, məsləhətlərinə dəyər verdiyimiz bir insandır. Elə bir insandan öyrəndiklərimiz gələcəkdə yol göstəricimiz olacaq. Özəl bir arzu. Kim gələcəkdə Tahir Baba kimi xeyirxah, yardımsevər və insanlara faydalı birisi olmaq istəyirsə, bu çox nəcib bir məqsəddir. Belə insanlar cəmiyyət üçün böyük dəyər daşıyır. Bu yolda səmimi niyyət, əzmkarlıq və insanlara sevgi ilə yanaşmaq çox önəmlidir. Tahir Baba kimi olmaq istəyən hər kəsə uğurlar. İnci Oğulları Xeyriyyə Fondu tərəfindən təsis edilmiş və hazırda fondun maliyyə dəstəyi altında fəaliyyət göstərən Sultanlı Qızlar Yurdu adlı qızlar yataqxanası İnci kəndinin sosial, iqtisadi durumu aşağı ailələrindən olan gənc qızların orta və ali təhsil müəssisələrinə daxil olduqdan sonra onların ev və yatacaq yeri ilə təminatı məqsədini daşıyır. Hazırda yataqxanada 18 gənc tələbə qız yaşayır. Nizam-intizam, təlim və nəzarət işləri pedaqoq xanım tərəfindən tənzimlənir.